Yarım stəkan süd və 2 qaşıq qatıqla hazırlanan çəti resepti bölüşürəm sizlərlə. Qaba 4 stəkan un əlavə edib, üzərinə 100 qram çörək yağını rəndədən keçirdik və əlimizlə amaç halına gətiririk. Üzərinə 1 ədəd yumurta, yarım stəkan süd, 2 qaşıq qatıq, 1 paket vanil, 1 paket qabartma əlavə edib əlimizlə xəmir yoğururuq və 2 hissəyə ayırıb üzərini streslə örtüb 20 dəqiqə gözlədirik. İçliyi üçün 1 stəkan yarımın 50 qram çörək yağı əlavə edib amaç halına gətiririk. 1 paket vanil, 2 stəkan şəkər tozu əlavə edib qarışdırırıq. Və qızar 20 dəqiqə gözlədikdən sonra kündələrimizi böyük formada yayırıq. Daha sonra isə yaydığımız yuxanın üzərinə isliyimizi əlavə eləyirik. Və qızlar rulon şəklində forma veririk. Çalışın sıx edin ki, içlik çölə dağılmasın. Daha sonra isə qızlar istədiyiniz formada kəsə bilərsiniz. Mən kartof kəsənlə forma verdim. 2 barmaq buraxaraq. Sonra üzərini yumurtalayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya göndəririk. Və qurutmadan bişirsəniz möhtəşəm bir kətələr əldə edəcəksiniz. Dadına söz ola bilməz. Hazırlayan hər kəsə nuş olsun. Səhifəyə takib atıb, postu bəyənib, yorum yazmağı unutmayın. Hər kəsə təşəkkürlər.